Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. Sevinç xanım Şərifova yazır ki, mənə bir sual maraqlı olub həmişə. Məhəmməd Peyğəmbərin adı Quranda niyə az çəkilib? Cəmi 4 dəfə çəkilib. Vallahi elə suallar var ki, o sualların cavabı yoxdur. Əsas önəmli olan Qur'anın bütövi Allah Rəsulunun həyatıdır. Qur'anın bütövi Allah Rəsulunu təmsil edir. Qur'anın bütövi Allah Rəsulundan bəhs edir. Peyğəmbərimizin xanım Ayşə anamızın yanına gəlib deyəndə ki, Allah Rəsulunun əxlaqı necə idi? Həzrət Ayşə anamız buyurur ki, siz heç Qur'an oxumadınız mı? Deyirlər ki, oxuduq ey Ayşə. Deyir ki, bəs onun əxlaqı bütövlükdə Qur'an idi. Yəni, Qur'an bütövlükdə Allah Rəsulunun əxlaqı idi. Yəni, Qur'anda adı 4 dəfə keçsə də, amma bütövlükdə bütöv Qur'anda Peyğəmbərimizlə bağlı sayı hesaba gəlməyəcək qədər ayələr var. Yəni, o ayələrə baxırıq ki, o ayələr bütövlükdə Allah Rəsulundan bəhs edir, Allah Rəsulundan danışır, Allah Rəsulunun gözəl nümunə olmağından, böyük əxlaq sahibi olmağından, onun ümmətinə qarşı nə qədər təşnə olmağından, onun Allah qatında necə bir uca məqama sahib olmağından bəhs edir.